Dəmir yumruqdan sonra hələ də özünə gələ bilməyən vassal ölkənin manevrləri onu yenə dəmir yumruq həvəsində olduğunu göstərir. Növbəti Brüssel görüşünü imitasiya etmək cəhdləri Ermənistanın xarici siyasətindəki uğursuzluq zəncirinin bir halqasıdır. İkinci Qarabağ müharibəsindən sonra sözün hər mənasında gün görməyən Ermənistan hökuməti hərb meydanında olduğu kimi diplomatiya sahəsində də taktiki geri çəkilmə fəndinə uyğun hərəkət edir. Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycanlıların taleyi, sərhədlərin delimitasiya və demarkasiyası və ən əsası ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması İrəvan üçün də prioritet təşkil etməlidir. Lakin həm Avropadakı, həm də Rusiyadakı görüşləri imitasiya edən, eyni zamanda hər iki cinahın maraqlarına oynayan Ermənistan vaxt qazanmağa çalışmaqla istəyinə nail olacağı qənaətindədir. Sülh sazişi ilə bağlı müxtəlif spekulyasiyalar yaradan Ermənistanın hazırki addımları həm də forpost olmasının sübutudur. Zaman keçdikcə havadarlarına daha çox bağlanan kimsəsiz ölkənin Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərdən də boyun qaçırması əbədi ola bilməz. Bu azmış kimi Azərbaycanın dövlət sərhədinin Kəlbəcər istiqamətində dəfələrlə atəşkəsin pozulması erməni tərəfinin yeni müharibə istəyindən xəbər verir. İndiki halda Qərbin maraqlarını Rusiyaya, Rusiyanın maraqlarını isə Qərbə qurban vermək Ermənistandan gözlənilən addım idi. Amma Ermənistanın son çırpınışları isə yenidən dəmir yumruqla üzləşməsinə səbəb ola bilər. Çünki hərb meydanında öz sözünü deyən Azərbaycan söz meydanında da geriyə yol tanımır. Rüstəm Mikayılzadə, Seymur Məmmədov, ATV Xəbər.